Salam əziz şagirdlər, yenidən xoş gördük hər birinizi. Uşaqlar, indi isə gəlin, həyat bilgisi fənnindən evdəki əşyalarımız mövzusunda ev tapşırıqlarına nəzər salaq. Səliqəli otaqların altındakı dairələri yaşıl, səliqəsiz otaqların altındakı dairələri isə qırmızı rənglə rəngləmək tələb olunub. Uşaqlar, ekrana bir diqqətlə baxın. Yəqin ki, səliqəli və səliqəsiz otaqları asanlıqla seçəcəksiniz. Səliqəsiz otaqlar öz dağınıqlığı ilə seçilir və diqqətinizi çəkmək istəyirəm. Səliqəli otaqlara baxmaq insana necə xoş gəlir. İndi siz təsəvvür edin ki, biz səliqəli otaqda özümüzü necə rahat, necə yaxşı hiss eləyərik. Ona görə çalışmaq lazımdır. Otağımızı, evimizi səliqəli saxlayaq, həmçinin sinif otağımızı da. Yəqin ki, siz də mənim kimi rənglədiniz. Bizim seçimlərimiz düşünürəm ki, üst-üstə düşdü. Gəlin növbəti tapşırığa baxaq. Uşaqlar nə edirlər? Oyuncaqları yığışdırırlar, masanı təmizləyirlər və yaxud yatağını yığışdırır. Birinci qız oyuncaqlarını yığışdırır. Bu üçüncü şəklə aiddir. Masanı təmizləyir. Birinci şəkillə uyğundur. Oğlan isə təbii ki, öz yatağını yığışdırır. Gəlin növbəti üçüncü tapşırığa baxaq. Paltar şkafına aşağıdakılardan hansıları yığa bilərsiniz? Uşaqlar, bir ekrana diqqətlə nəzər salın. Görün bu əşyalardan hansı paltar dolabına yığılan əşyadır. Təbii ki, biz ora telefonu, oyuncaq maşını, gəlinciyimizi qoysaq və yaxud kitabı ora yerləşdirsək, bu qarışıqlığa səbəb olacaq da və biz heç o əşyalar bizə lazım olanda onları asanlıqla tapa da bilmərik. Ona görə hər bir əşyanın öz yeri olmalıdır. Eləcə də paltar dolabına baxın, aşağıda işarələdiyimiz, ancaq paltarları yığmamız daha uyğundur. Sonuncu tapşırıqda əşyaları uyğun olduğu yerə yığmaq tələb olunur. Bizə hədiyyə qutusu verilib, qələm qabı və kitab şkafı. Gəlin indi əşyaları bir-bir uyğun olduğu yerlərə yerləşdirək. Ekrana diqqətlə nəzər salın. Mən düşünürəm ki, mən yerləşdirdikcə siz də öz seçimlərinizə baxırsınız və bizim seçimlərimiz üst-üstə düşür. Bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə görüşərik.